7 dekabr OTK imtahanına düşmüş bir üçbucaq sualının həllini izah edəcəm. Sualın həllinə baxaq. Bizə deyir ki, bu üçbucaq bərabər yanlı üçbucaqdır. O n 10'dur, 10 santimetrdir. OP 6 santimetrdir. Bu üçbucağın sahəsini tapın. Bu bilirik ki, üçbucağın daxilinə çəkilmiş çevrənin mərkəzi tən bölənlərin kəsişmə nöqtəsidir. Bu MP çevrənin mərkəzindən keçdiyinə görə deməli bu üçbucağın tən bölənidir. Eyni qayda ilə bu üçbucağın hündürlüyüdür. OP 6'dır. Mən o nöqtəsindən yan tərəfə radius çəkirəm. Bu radius toxunana perpendikulyar olur. Deməli bu da 6'dır. Eyni qayda ilə bu biri yan tərəfə də çəksək, bu da 6'ya bərabər olacaq. Toxunma nöqtələrinə C, D deyirəm. ON 10'a bərabərdir. Onda Pifagor teoremindən görürük ki, CN 8'dir. CN 8'dir. Onda ND də 8'e bərabər olacaq. Eyni qayda ilə bu bir nöqtədən çevrəyə toxunanlar çəkilibsə, o toxunanlar bir-birinə bərabər olmuş olur. Yəni MP x isə, MC də x-ə bərabərdir. Onda MNP üçbucağından biz x-i tapa bilərik. Yazırıq ki, MN'in kvadratı bərabərdir MP'nin kvadratı üstəgəl NP'nin kvadratı. Yəni x üstəgəl 8'in kvadratı bərabərdir x'in kvadratı üstəgəl 16'nın kvadratı. Bu tənliyi həll edək. X kvadratı üstəgəl 16x üstəgəl 64 bərabərdir x kvadratı üstəgəl 256. X kvadratları burada islah olundu. 16x bərabərdir 192'ye, x də bərabərdir 12 olacaq. İndi bizə üçbucağın sahəsini soruşur. Üçbucağın oturacağı 24'e bərabərdir. Sahə bərabərdir 2'də 1 AH, 2'də 1 vur olsun 24 vur olsun, hündürlüyü də 16'dır. Sahə bərabər olacaq 24 vur olsun 8, o da bərabər olacaq, bizə verəcək 192.